rəvayət olunur ki, onun dönəmində bəzən İmam Əhmədə nə deyərdilər? Deyərdilər ki, bu məsələdə yəni ona irad bildirir biri İmam Əhmədə ki, sən bu məsələdə filan hədisə müxalif olmusan. Və İmam Əhməd nə deyir ona bildirir? Sibyanun nahnu la na'rifu tilkəl hədis. Yəni biz uşağmıyıq ki, deyir, o hədisləri bilməyək. Yəni İmam Əhməd bildirmək ki, biz o hədisləri bilirik. Biz cəm etmiş o hədisləri. Onlara gələn başqa bir hədis olduğundan dolayı. Yəni bəzən insanlarda elə təfəkkür yaranır ki, İmam Əhməd bu hədisi bilmir. Əksinə, İmam Əhməd ensiklopedik elmə malik olan bir imam olur. Bu səbəbdən biz məsələlərə məzhəbçi elminə yanaşdıqda, yəni bu dərsləri niyə veririk? Yəni bu barədə niyə danışırıq? Çünki insanlara yanlış şəkildə əhl-i sünnət məsələlərini təqdim edirlər. Hətta bəzən deyirlər ki, biz Quran və sünnətə qayıdırıq. Sonra bəziləri deyir ki, yox, biz məzhəblərsiz kitab və sünnəti öyrənə bilmərik, amma səhih dəlil gəldikdə məzhəbi tərk edirik. Sual olunur. Əgər kitab və sünnətsiz məzhəbsiz kitab və sünnəti öyrənə bilmirsinizsə, o səhih dəlil başqa hansı qaynaqdan gələcəksə? Zaten məzhəblər o səhih dəlilləri cəm edib onları araşdırıblar. Onları incələyiblər. Bu səbəbdən günümüzdəki müsəlmanlar bu məsələdə diqqətli olmalıdırlar. İnşallah, yəni Allah Taala'dan diləyim odur ki, Allah Taala cümlə müsəlmanları müvəffəq etsin. Müsəlmanların saflarını birləşdirsin. Onları doğru şəkildə kitaba və sünnətə, əhl-i sünnət məzhəblərinə, həqiqi əhl-i sünnət məzhəblərinə yönəlməyə müvəffəq etsin. Və inşallah növbəti dərsdə artıq kitabı oxumağa başlayacağıq. Yəni fiqh dərslərinə başlayacağıq.